Salam millət, hər vaxtınız xeyir. Bu günləri bir dənə karqom gəlib. Dedim sizlə bir yerdə açaq. Çoxdandır axtardığım və nəhayət ki aldığım bir detaldır. Kutu açılışını sizlərlə eləyək. İnşallah bir-iki detalım da var. Onlar da gəlsin. Hamısının bir yerdə maşına uстановkasının videosu olacaq. Yəni tez bazar bunu sökək. Maşın seyirinizi bilməyən olur. Ümumiyyətlə insan var ki paltar alanda dincəlir, insan var ki nə saldır. Biz də maşına bir detal alanda elə bil dincəlirik. Bu da həmən detallardan biridir. Oo, gözəl görünür. Ben size bir ders fon verim. Bakın. Artık bilen bildi firma nədir. Hondalar üçün bu firma detal istehsal eləyir. Detalımız nədir? Şimdi açın, onu da size göstereceğim. Orada nasıl olması. Buradan açılır. Biri də belə açılır. Açılır ki açılır. Üstündə logosunu göndəriblər firmanın Skunk 2. Bu onun kitabçası. Bunlar o qədər də hələ ki önəmli deyil. Bu nədir? Burada əlavə pilotlar falan qoyulub ki zədələnməsin. Bəli, bu da detal. Gördüğünüz gibi. Bu kamberdir arxalar üçün. İnşallah bunun ustanovkası olacaq, videosu da gələcək. Çox gözəl. Skunk firmasının orijinal. Bu nə üçündür? Ümumiyyətlə kamber bizdə şəhərdə fikir vermişsiniz də maşınların arxa təkəri, qaba təkəri içəri doğru belə əyirlər də. Bu onu yani buradan göstərir riglovkasıyla o təkər bucağını nəzarət edə bilirsiniz. Bunu yəni mən gündəlik sürəndə əyri təkərlə sürmək məqsədini almamışam. Sadəcə trekdə falan təkərlərin müəyyən bucaq dərəcədə içəri doğru, yuxarısını içəri doğru yığmaq lazımdır ki trekdə sağa dönəndə, sola dönəndə yol tutuşu maşının yaxşı olsun.